Hədəf proqramında bugün səhiyyə sahəsində aparılan islahatlardan danışacağıq. Ölkədə tibb xidmətlərinin keyfiyyəti artacaqmı? Səhiyyə Nazirliyinin tabeliyində tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətə nəzarət bir mərkəzi yaradıldı. Tibb müəssisələrinin akkreditasiyası hansı nəticələr verəcək? Dəstəyin də əsas, yəni hədəfi pasient təhlükəsizliyi. Həkimlərin sertifikasiyası ilə bağlı vəziyyət necədir? Sertifikasiya imtahanı özü-özündə heç bir cəza deyil. Sertifikasiya sahəsində hansı yeniliklər tətbiq olunacaq? Tətbiqdə bütün sual bazası öz əksini tapacaq. Biz 65 ixtisas üzrə sual toplusunu əldə etmişik. Orqan donorluğu və transplantasiya, real ehtiyacla donor sayı arasında balans təmin olunurmu? 1700 nəfərə yaxın insan könüllü donor olmaq istəyini rəsmi olaraq bildirib və qeydiyyatdan keçib. Tibbi yardımın göstərilməsində bizi hansı yeniliklər gözləyir? İşğaldan azad olunmuş ərazilərin ölkə səhiyyəsinə inteqrasiyası üçün hansı addımlar atılır? Sualları Azərbaycan Respublikasının Səhiyyə Naziri Teymur Musayev cavablandıracaq. Hədəf bu axşam saat 21-də.